Xəzər dənizində Azərbaycanla İran arasında iki yataqla bağlı müqavilə var. Avropanın nə işinə ki gəlib orada araşdırsın ki, hansı hüquqi səbəb var, bu yataq Azərbaycanındır ya İranındır. Azərbaycan arasında neft geçsin. Avropaya Azərbaycanın nefti lazımdır. Avropaya Azərbaycanın qazı lazımdır. Avropaya Xəzər dənizində olan külək enerjisi, Xəzər dənizində yaranan istilik, elektrik enerjisi geçsin. Geçsin, qoşsun Azərbaycanda da. Avropadan Azərbaycan ayı yüksək gərginlik o Qaradənizin dibinə gedən xəttə. Başlanğıcı Azərbaycan da, nə deyirəm mən də bilirəm. Yəni o Azərbaycanla Avropa İttifaqının, Gürcistan və yaxud digər Gürcistan tranzitdir. Gəlsin bundan istifadə eləsin. Azərbaycanı öldürmürsünüz, özünüzü öldürürsünüz. Özünüzü öldürürsünüz. Gedin ölün, ölmə də layiqsiniz. Ancaq başqa erməninin əli ilə ölün, nə bilim, farsın əli ilə, kimin, belə ərəb, bircə şərzi bizdən uzaq edin.